sahibkara lazım olan nədir? İlk növbədə malının göz qabağında olması, daha sonra işi normal düzüb qoşmasıdır ki, vaxtında pulunu qazana bilsin. Amma 400-ə yaxın iş adamı bundan məhrum olub. Malları olub atlı, özləri isə piyada. Onların malı Qazaxıstan gömrüyündən buraxılmadığından mallarını ala bilməyənlər bir araya toplaşaraq narazılıqlarını bildirib, onları Orxan Məmmədli dinləyib. Maraqlıdır, müvafiq qurumun onlara açıqlaması nə olub? Reportaja baxaq. Bura toplaşan sahibkarları narahat edən məsələ mallarının 3 aydan çoxdur Çin Xalq Respublikasından Azərbaycana gəlib çıxmamasıdır. Onların yükü hal-hazırda Qazaxıstan sərhədində Aktau gömrüyündə saxlanılır. Ümumilikdə 400-ə yaxın sahibkara məxsus təxminən 10 milyon manat yükün gecikməsi banklardan kredit götürən ticarətçiləri çıxılmaz vəziyyətə salıb. Mənim orada 60 min civarında mənim elə bir malım qalıb orada. Mən xahiş edirəm bizim dövlət məmurlarından bizə köməklik eləsinlər. Biz o mallarımızı alaq, mallarımızdan biz bankdan pul götürmüşük, borçlarımız var, onları biz qaytara bilmirik. Ona görə ki, bizim mallarımız gəlib çıxmayıb. Ünvanına yetişməyən yüklərin əsasən mövsumi mallardan ibarət olması sahibkarları daha çox narahat edən məsələlərdəndir. Sentyabr məktəb malımız hələ bizim yoldadır. Məktəb sezonunda qutarır, bizim rubaşqalarımız, ağır rubaşq, hamısı yoldadır. Biz də istəyirik ki, hamı üçün bizim işimiz həll olsun. Çin Xalq Respublikasından yük daşınması ilə məşğul olan Sözügedən Klassik 2 şirkətinin rəhbərliyi də sahibkarların arasındaydı. Rəhbərlik rəsmisi yüklərin gecikməsində Qazaxıstan aidiyyəti qurumlarını günahlandırdı. Onun dediyinə görə Qazaxıstan Ali Apellyasiya Məhkəməsinin qərarının onların xeyrinə olmasına baxmayaraq yenə də işləngiyir. Səbəbsə bu il yeni fəaliyyətə başlamış Qazaxıstan Gəlir Komitəsinin yükün Aktau liman şəhərindən buraxılmamasında maddi marağının olmasıdır. Bizim şirkətə zənglər gəlirdi ki, bəs siz bizdən əməkdaşlıq etməlisiniz. Biz sizdən nə cür əməkdaşlıq etməliyik? Sonra bəlli oldu ki, bizdən bunlar əlavə pullar istəyirlər. Biz o əlavə pulları vermək istəmədik. Avqust ayından bunlar bizim 9 vaqonu saxladılar. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri bildirdi ki, Nazirlik Qazaxıstanla əlaqə saxlayaraq məsələni aydınlaşdırıb. Həmin ölkənin gömrük komitəsindən verilən məlumata görə yükdaşıma ilə məşğul olan şirkət müəyyən qayda pozuntuları etdiyinə görə mallarına həbs qoyulub. Buna baxmayaraq müəyyən işlər görülür. Qeyd olunan məsələ ilk gündən Azərbaycan Respublikasının Aktaudakı baş konsulluğu və Qazaxıstandakı səfirliyinin diqqət mərkəzindədir və bununla əlaqədar Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən Qazaxıstanın dövlət qurumlarına rəsmi müraciətlər göndərilmişdir və məsələ rəsmi təmaslar vəziyyətində əsasında diqqətə saxlanılır. Amma son günlərdə Qazaxıstanın rəsmi orqanları tərəfindən diplomatik nümayəndəliklərimizə məlumat verilmişdir ki, bu daşımaları həyata keçirən nəqliyyat şirkəti barəsində Qazaxıstanın qanunvericiliyinə uyğun olaraq cinayətçi başlanmışdır. Və hal-hazırda bu şirkətlə əlaqədar və şirkətin yol verdiyi qanun pozuntuları ilə əlaqədar Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən təhqiqat və istintaq əməlləri və hərəkətləri həyata keçirilir və ona görə də yüklərin keçidində də problemlərin yaranmasının əsl səbəbi bundan ibarətdir. Amma yenə də məsələ Azərbaycanın Qazaxıstandakı səfirliyi və baş konsulluğunun diqqət mərkəzində saxlanılır. Nazirlik rəsmisinin sözündən belə çıxdı ki, məsələ yaxın günlərdə həllini tapmalıdır. Səbr edib biraz da gözləmək lazımdır. Sahibkarları səbirsiz edən isə hələ üzünü görmədiyi mallarıdır. Ümid edirik ki, tez bir zamanda Qazaxıstan gömrüyü insafa gələr, onlar da mallarına qovuşar.